Biz sizlərlə 6 aprel buraxılış imtahanının ingilis dilindən reading, yəni mətnin suallarına, cavablarına baxacaq. Qrammatikanın cavabları isə səhifəmizdə vardır. 23 və 30-a qədər bizdə mətnlərə aid suallardır. 23-də bizdən düzgün variantı seçməyimizi tələb edirlər, mətnə uyğun olaraq əlbəttə ki, və the people on the island change the name of the island, yəni 2 və 3 mainly live in the south and the north, yəni 2 və 3 bizim doğru cavabımız olacaq. 24-də mətnə görə düzgün fikirlər istəyir və 24-də də the first colony in Tasmania was established by the Dutch, bu səhvdir. The native people were involved in the government after the Black Wars, bu da səhvdir. Və cavabımız most of the Europeans on the island were immigrants from Great Britain. The island has been populated by 500,000 people. 3 və 4. Yəni cavabımız A variantıdır. Və 25-də də suala düzgün cavab verməyimizi istəyirlər. What was the result of the Black Wars? A variantı the Europeans took control of the island. The passage is mainly about. Mətn nə haqda olduğunu istəyir və a state named after its discoverer, yəni B variantı. İndi açıq suallara baxaq və açıq suallarda 27-də which word from paragraph 1 best fits the following definition to find or learn something for the first time. Və burada bizim doğru cavabımız olacaq to discover, yəni kəşf etmək. Daha sonra 28-də bizdən indigenous sözünün sinonimini istəyir və deyir ki, paragraf, yəni ikinci abzasdadır və doğru cavabımız native, yerli sözü olacaqdır. 29-da isə iki sözü dəyişməklə cümləni tamamlamaq istəyir və 29-da da biz producing sözünü manufacturing, making, a lot of sözünü many və yaxud good sözünü products, bu sözlərlə dəyişə bilərik. 30-da isə bizdən balaca 3 cümlədən ibarət olaraq esse yazmağımızı istəyirlər. Məsələn, belə bir açıq tipli sualda deyir ki, which country in the world would you like to visit and why? Hansı dünyada olan ölkələrdən hansını səyahət etmək istəyərdin və niyə? Biz məsələn bura yaza bilərik ki, I would like to go to Italy. It's a famous country in the world. It has a wonderful landscape which attracts numerous tourists. There are plenty of historical monuments with amazing styles. Italy is the birthplace of architecture. Və biz bunları yaza bilərik bu esseyə və yaxud hərənin fikri fərqli cürdə əlbəttə ki, ola bilər. Bizim bu qədərdir reading suallarımızın cavabları. İstərsiniz keçid edib qrammatika suallarının da cavablarına baxa bilərsiniz.